Salam. Lo Azya YouTube kanalının izləyiciləri, xoş gördük sizləri. Uzun zamandan sonra yeni video ilə qarşınızdayım. Bu dəfə sizinlə yeni mövzu ətrafında danışacağıq. 30 yaşdan yuxarı iş tapmaq və niyə çətindir? 30 yaşını keçmisənsə və iş tapmaq çətindirsə, sizi mən başa düşürəm. Amma gəlin açıq danışaq. Bu sizin probleminiz deyil. İş elanlarına baxdıqda gənc, dinamik, çevik insanlar axtarılır. O demək deyil ki, 30 yaşdan yuxarı insanlar çevik deyil. Çevik ola bilməz. Bəziləri səni kvalifikat edirlər. Bu nə deməkdir? Deyib səni kənara atırlar. Yəni, sən çox bacarıqlısan deyə sənə iş vermirlər. İroniyaya bir bax, həqiqətən də aznacaqlı bir haldır. Əslində şirkətlərin qorxusu budur. Sən yüksək maaş tələb edə bilərsən, sən təcrübəlisən, bundan əlavə rahat səni manipulyasiya edə bilməzlər. Asanca idarə olunan onlar gənc axtarırlar. Bu vəziyyəti dəyişməyin yolu var. Belə ki, sən öz təcrübəni, məsuliyyətini və stabiliyini təklif edə bilərsən. Və bu zaman sən həyata baxışını və müəyyən bariyerləri də sındıra bilərsən. Necə ki, bunu sən öz üzərində, müsahibə zamanında düzgün özünü təqdim etməlisən. Bir, CV üzərindən, konkret nəticələr üzərindən hazırlamalısan CV-ni. Eyni zamanda özünü hamıya yox, konkret bir sahə üzrə peşəkar mütəxəssisə çevrilməlisən. Bundan əlavə öz dəyərini ucuzlaşdırmamalısan. Məsələn, başa düşülən haldır ki, bugün günümüzün reallığında ailəli insanlar var, sosial qayğılar, problemlər fonunda artıq hər bir işə getməyə, onun qarşılığında müəyyən bir məvacib alıb ailəsini dolandırmaq istəyir. Bu başa düşülən haldır. Ancaq sizlər müəyyən hallarda müsahibə zamanı belə səhvlərə yol verdikdə və sizlərin yalnız bu işə ehtiyacı olduğunu və bütün şərtlərlə razılaşacağınızı bildirdikdə artıq işə götürənlər sizin dəyərinizin azlığını götürəcəklər və onlar artıq sizin onlarla diktə edəcəyiniz şərtlər yox, onların sizə diktə edəcəyiniz şərtlərlə razılaşıb işə davam edəcəyinizi bildiyi halda onlar sizə işə qəbul etdilər. İşə qəbul etdikdən sonra artıq siz maaş artırma tələbi və digər perspektiv və karyer istəkləri baxımından onların qarşısına şərt qoya bilməyəcəksiniz. Ona görə də özünüzü ucuz tutmayın. Təbii ki, burada şəxsiyyət anlamında söyləmirəm və burada peşəkarda karyera anlamında öz dəyərinizi bilin ki, gördüyünüz işin əmsalında öz bacarıqlarınızı daha çox təkmilləşdirin ki, siz işə qəbul olarkən bacarıqlarınızla bərabər, ən azından bacarıqlarınıza bərabər olaraq əmək haqqı ala biləsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Xahiş edirəm ki, kanalımıza abunə olmağı, fikirlərinizi, videolarımızı bəyənməyi, eyni zamanda videolarımızın altında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sizlərin fikirləriniz bizim üçün çox önəmlidir və xahiş edirəm ki, bir daha söyləyirəm, kanalımıza abunə olasınız ki, bizləri daha geniş auditoriya izləyə bilsin. Hələlik növbəti görüşlərə.